Davam edirik dəyərli izləyicilərimiz, digər son dəqiqə xəbərlərlə. Ötən gün bilirsiniz ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tunellərlə bağlı jurnalistlərə bir açıqlama vermişdi və belə bir təklif irəli sürmüşdü ki, yağış yağanda, leysan olanda insanlar, yəni sürücülər avtomobilləri ilə tunellərə, yeraltı keçidlərə keçməsinlər, girməsinlər. Çünki orada xoşagəlməz bir mənzərə ilə qarşılaşa bilərlər. Yəni həyatlarından ola bilərlər və yaxud da ki, boğulma təhlükəsi ilə üz-üzə qala bilərlər. Təbii ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu fikri söyləyənə qədər biz aramsız yağan yağışların qarşısını almaq üçün və o yağışların paytaxt Bakıda bir göl səviyyəsinə çatmaması üçün kanalizasiya sistemlərini yeniləməliyik, qurunç sularının çəkilməsi üçün olan sistemlərini yeniləməliyik və yaxud da ki, drenaj sistemlərini yeniləməliyik. Yəni ki, neysə bir yenilik etməliyik. Çünki insan çoxalır, əhali çoxalır, yaşayış çoxalır, amma kanalizasiya Nuh əyyamından qalmadı bəzi yerləri çıxmaq şərti ilə. Yəni bütün bunlara çarə tapmaq əvəzinə Eldar Əzizov üçün ən rahat çıxış yolu tunellərin bağlanılması təklifidir ki, aramsız yağışlar yağanda və beləcə su dizə çıxanda gəlin biz tunelləri bağlayaq ki, özümüzü də artıq buradan sığorta etmiş olaq. Təbii ki, icra başçısının bu çıxışı birmənalı qarşılanmadı çıxışdan sonra və deputat və ekspertlər də bu çıxışa sərt reaksiya veriblər. Elə o görüntülər saxlaya bilərik, mümkün varsa bir Eldar Əzizovun fotosunu da verək. Bəli. Və bu çıxışdan sonra təbii ki, deputat və ekspertlər də çıxışla bağlı, tunelləri bağlayaq təklifi ilə bağlı sərt iradlarını bildiriblər. Ötən həftə Bakıya yağan güclü yağış nəticəsində Heydər Əliyev prospektindəki Bağırov tuneli su basmaya məruz qaldı ki, bu da nəqliyyatın hərəkətini iflic etdi. İctimaiyyət belə halların əvvəllər də yaşandığını nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyəti başda olmaqla digər aidiyyatı qurumları qınaq obyektinə çevirdi. Haqlı olaraq qınaq obyektinə çevrildi. Çünki siz bilirsiniz ki, yəni paytaxtın bu səviyyədə olması heç də qəbul edilən deyil. Sonuçta bir ucqar hansısa bir kənddə söhbət getmir ki, bunun bir əncamını tapmaq mümkün olmasın. Yolları çəkirik, bir şüşə görüntüsü təzə, qaynar qır görüntüsünü yaradırıq, nə bilim asfalt görüntüsü yaradırıq, amma alt elə köhnə olaraq qalır. Alt iylənir, amma biz üstə ən bahalı ətir səpməklə məşğuluq, əgər onu da bahalı səpiriksə təbii ki. Və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ictimaiyyətin tənqidlərinə cavab olaraq qeyri-adi təkliflə çıxış etdi və Bakı meri ötən günkü açıqlamasında bildirdi ki, güclü yağış və leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun. Eldar Əzizovun təklifi insanlar tərəfindən birmənalı qarşılanmadı və sosial şəbəkələrdə geniş müzakirə obyekti oldu. Modernazın əməkdaşı mövzu ilə bağlı deputat Razi Nurullayev və nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun iqtisadçı Natiq Cəfərlinin fikirlərini öyrənib. Razi Nurullayev bildirib ki, tunellərin bağlanması insan tələfatının qarşısının alınması üçündür. Yəqin bu o deməkdir ki, hələ də körpülərin altındakı problemlərin aradan qaldırılması mümkün deyil, ya da ki, hələlik bu işə başlanılmayacaq, ya büdcə yoxdur, ya da ki, sistemlər yenidən qurulmalı, genişləndirilməlidir. Bunun üçün yol da bağlanmalıdır. Yəqin ki, bununla bağlı yekun qərar olmadığı üçün Bakı şəhərinin icra başçısı belə bir təkliflə çıxış edib. İkinci bir məsələ aidiyyatı orqanların bu işin öhdəsindən gələ bilmə bacarığı və vaxtında tədbir görmələri ilə bağlıdır. Açığını deyim ki, yağıntıların bu qədər fəlakətlərə səbəb olması bəzi süni yanaşmalarla, əngəllərlə də bağlıdır. Çünki zamanında lazımi addımlar atılmayıb. Hadisələrin üzərindən neçə aylar keçir, amma aidiyyatı qurumlar üzərlərdə düşən işi yerinə yetirmirlər. Yağış yağanda bizim bəzi aidiyyatı qurumlarımızda yağışın damlaları altında islanır. Filan şeyləri etmək lazımdır. Və yaxud da ki, zamanında filan şey olsaydı bu qədər su basma olmazdı deyirlər. Yağış qurudu, damlalar da quruyur, üstə düşən. Yağış yoxdur, hər şey quraqlıqdır. Hər şey normal, əla, super və yaddan çıxdı. Bir də aidiyyatı qurumların yandığına bu kanalizasiya sistemləri o zaman düşür ki, bir də göyün üzü qaralır və göyün üzünü bulud alır. Yəni biz unutqan xalqıq əbəs yerə də
demirik təbii ki. Və deputatın sözlərinə görə hər dəfə yağış yağanda Bakıda və rayonlarda evləri, küçələri, yolları, məhəllələri su basır, insanlara böyük zərər dəyir. Çünki əmlak məhv olur, amma birbaşa cavabdeh məmurlar əlinin üzərinə aşırıb heç nə etmək istəmirlər. Bu arada Razi Nurullayev yəqin ki, aidiyyatı qurumların da xətrinə dəymiş olur bu yanaşmasıyla. Həmin məmurlar ancaq görünən yerlərdə nəsə iş görürlər və sonra çəkilib kabinetlərində otururlar. Mən sadəcə olaraq Fövqəladə Hallar Nazirliyinin işindən razıyam və onlara sağ ol deyirəm ki, su altında qalmış nə qədər insanları xilas edirlər. Təbii ki, Fövqəladə Hallar Nazirliyinin işini, əməkdaşlarının işini bu su basmalarda, fəlakətlərdə, təbii fəlakətlərdə, dağıntılarda, su basmalarda, seldə görməmək mümkün deyil. Kimdir? Fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları. Baxın, əgər bu tuneldə o sistemlər düzgün qurulsaydı və ora yağış suları zamanında çəkilsəydi oradan, Fövqəladə Hallar Nazirliyi o tunelin altındakı zaman sərf edir, onun yerinə hansısa bir həyət evində, hansı ki bir çox məhəllələrdə kanalizasiya sistemləri yoxdur, orada insanların təxliyəsini həyata keçirərdi. Niyə burada özü də yarıya qədər suyun içərisində olub bu qədər maliyyə, milyonlar ayrılan tuneldə suyun təmizlənməsi məsələsi ilə məşğul olmalıdır? Və bir də ki, yolun hərəkət istiqaməti üzü aşağıdır. Hərəkət eləyirsənsə, demək ki, yağış yağanda kütlə ağır olduğuna görə o artıq aşağıya istiqamət alır. Və aylardır bundan öncə eyni hadisə yaşanıb. Aylar sonra yenə də leysan yağışlar oldu. Eyni hadisə yaşandı. Hələ o zamanında demişəm, mən böyük adamam, belə deyirəm, yanaşması ilə yanaşmıram. Amma o zaman dedim. Eldar Əzizov əli cibində gəlib bu tunelə baxanda məlum idi ki, bu tuneldə həmişə də yağış yağandan sonra bu mənzərəni görəcəyik. Bir mənalı şəkildə. Təkcə bu tunel deyil ki, bundan başqaki tunellər, bəli. Üşüyürsünüz, düzdür, hamımız üşüyürük. Saatlarla orada dayanıb tuneldən suyun çəkilməsini gözləyən sürücü nə hesab eləyir? Kiminsə yanacağı azdırsa, maşını sönəcək bu dəqiqə qalacam. Kiminsə yanacağı azsa, maşını söndürür özü, üşüyə-üşüyə dayanır sizi kimi də. Dostlar, yoldaşlar, hörmətli icra başçıları, hörmətli nazirlər, hörmətli aidiyyatı qurumlar, əl cibdə iş görmək olmaz. Əlin cibindədirsə, bu o deməkdir ki, sən işləmirsən. Düzdür, Bakı şəhəri müasir qurulur. Tarix mərkəzdədir, müasirlik, modern mərkəzdədir, hamısı mərkəzdədir, amma yenə də deyirəm. Belə müəyyən istiqamətlərdə yaxşı işlər görülürsə, bayraq meydanına baxanda adam ürəyi açılırsa, fəxr eləyirsənsə, bütün ərazilər belədir demək anlamına gəlməz. Bir əlinizi cibinizdən çıxardın, vallah da, billah da, yenə də deyirəm, əl cibdə olanda çox-çox işlər belə su basmayla nəticələnir. Mütləq şəkildə gərək elə su basılsın, yox. Yəni, bu şəhərin yükünü daşımaq sizin öhdənizə qoyulub cənab prezident tərəfindən və siz bu işin öhdəsindən gələ bilmirsinizsə, o zaman ya açıq etiraf etməlisiniz ki, mən bacarmıram. Hesabatını verməlisiniz də bütün hallarda. Bu qədər maliyyə ayrılır, bu qədər pul ayrılır. Hara gedirsən qazırlar, hara gedirsən dağıdırlar. Dünən asfaltlayırlar, bugün qazırlar ki, yox. Kanalizasiya sistemi keçməli idi burada. Yox, nə bilim, buradan nəsə keçməli idi, nə etməli idi. Yarım çıx, nə olur? İtir də bu qədər pul arada itir. Niyə etməlidir ki? Yəni, olmaz ki, bu işi düşünüb, daşınıb əvvəlcədən qoyasınız. Bəs bizim mütəxəssislərimiz işləyib. Başqa vaxtda deyirlər ki, körpü salma nə bilim nəyinin nəyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, bizim yollarla bağlı o qədər qurumumuz var. Ən böyük problemlərin hamısı da yoldadır. Ən böyük problemlərin hamısı da yoldadır. Artıq kanalizasiyanın özü üsyan eləyir. İçəri suyu çəkməyə əvəzinə çölə buraxır suyu. Su ilə bərabərdə nələrisə ki, yəni bəlkə məndən əlinizi çəkəsiniz, o deyiləm də. Hər şey işləndikcə köhnəlir, hər şey işləndikcə tökülür. İndi buna görə də Eldar Əzizov tunellərə girişi bağlayaq yağışlar yağanda və salam nə gözəl. Qışda sürüşəcəyi bağlayarsınız, yaz payız aylarında yağış yağacaq bağlayarsınız. Güya ki, paytaxtda hərəkət eləmək o qədər rahatdır ki, bir də buranı bağlayın, başqa alternativ yola yönəldin, onda da ki, gəlin də, indi görək kim hardan necə hərəkət edir. Bu eynilikdə tunelə, yəni girişi bağlamaq, bəlkə heç bundan sonra sinoptiklər belə bir xəbər verəcək ki, 15 gün dayanmadan yağış yağacaq, 15 gün tunel bağlı qalacaq. 1 saat bağlı olanda orada hərəkət iflic olur, baxın. Hamı yığılıb bir-birinin arxasınca.
Yəni bu yola ümumiyyətlə sürücüləri buraxmırsınızsa, demək ki, öncədən onun baş tərəfi yoldan bağlamalısınız ki, cəmaət gəlib burada dayanıb gözləməsin ki, Fövqəladə Hallar Nazirliyi. Amma o Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da bir ananın balalarıdır da. Siz işinizi düzgün görmürsünüz deyə o yazıq Fövqəladə Hallar Nazirliyinin əməkdaşları. Boğulma ilə də üzləşən var. Nə bilim, suyun içərisində onsuz da onlar yağış, su, nə bilim, yanğın və s. və s. Kifayət qədər işləri var. Bir də siz yolları düzgün çəkmirsiniz, kanalizasiya sistemlərini düzgün qurmursunuz və bunun da ağırlığı düşür Fövqəladə Hallar Nazirliyinin üzərinə. Və hüquqşünas Ərşad Hüseynov bununla bağlı nə deyir? Onsuz da həmin tunellər bərbad gündədirsə, leysan zamanı giriş-çıxış avtomatik olaraq bağlanacaq. Merin irəli sürdüyü təklifin heç bir məntiqi əsası yoxdur. Ona görə də nasos stansiyalarının su xətlərini düzəltmək lazımdır. Yağış sularının axıdılması üçün olan cavab şəbəkəni saz vəziyyətə gətirmək lazımdır. Vacib şəbəkəni saz vəziyyətə gətirmək lazımdır. Başqa qeyri-adi təkliflərə ehtiyac yoxdur. Heç bu təklif də qeyri-adi deyildi. Tunelləri bağlayaq, maşınlar ora girməsin. Nə var, heç nə biz işimizin öhdəsindən gələ bilmirik. Müvafiq qurumların lazımi addımları atmamasının səbəbi maliyyə ilə bağlıdır. Vaxtı ilə qurulmuş sistemlər dağılıb, indi də həmin xətləri bərpa etmək üçün böyük vəsait lazımdır. Ona görə də baxırlar ki, nə vaxt maliyyə veriləcək. Valla bu maliyyə məsələsi də bəhanədir. Görülən işi normal görsələr, ayrılan vəsaitin hamısını, orada çox keyfiyyətli, istəyir tunel olsun, istəyir yol olsun, istəyir körpüsü olsun, sərf etsələr, 5-3 ildən sonra orada artıq bu problem yaşanmayacaq. İkinci də ki, bu dövlət büdcəsindən hər il demək olar ki, ayrılır da. Bu maliyyə hara gedir ki? Ağzını açan deyir, maliyyə yoxdur, ağzını açan. Və milyonlar ayrılır dövlət büdcəsindən. Bu milyonlar nətər sizə ünvanlanır gedir də bütün hallarda. Yəni, yaxşı bir vəziyyətdən çıxış üçün maliyyə yoxdur deyirsiniz, yox valla. Azərbaycanda yollara ayrılan vəsait qədər, bəlkə də heç başqa ölkələrdə yollara vəsait ayrılmır. O böyük-böyük ölkələri nəzərdə tuturam. Yəni, sonuçda Bakı şəhəri nə boydadır bilirik, nə qədər maliyyə ayrılır, bunu da bilirik. Amma yəni mərkəzdə, göbəkdə, paytaxtda belə tunellərin içərisi, tunelin son tavanına qədər su ilə dolursa, valla burada yəni məsələ başqa məsələdir. Düzgün qurmayıblar, işlərini düzgün çəkməyiblər, ya sistemlərini, ya da ki necəsə. İqtisadçı Natiq Cəfərli nə deyir? Eldar Əzizov deyir ki, 2 ildən sonra Bakının su kanalizasiya sistemi düzələcək, amma bu dövrdə təxminən 750 gün ərzində güclü yağış yağsa, tunelləri, keçidləri qapadacaqlar ki, 21-ci əsrdə şəhərin mərkəzində insanlar tunellərdə boğulub ölməsinlər. Və bunun ardından da suallar yaranır. Eldar müəllim 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısıdır. O zamandan bu zamana 7 ildən çox vaxt keçib. 7 il keçib. 7 ilə problemi həll etmək olardı mı? İkinci bir məsələ. Bakı Şəhər İcra Hakimiyyətinin su və kanalizasiya sisteminə nə aidiyyatı var? Eldar müəllim zəng edib keçmiş Azərsuyu əmr göstəriş verə bilərmi ki, filan yerlərdə filan işi görsün? Üçüncüsü, Bakı Şəhər İcra Hakimiyyətinin digər bir quruma, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə əmr verəm, onları tunellərin yenidən qurulmasına məcbur eləyə bilərmi? Dördüncü məsələ, Bakı Şəhər İcra Hakimiyyətinin qanunlara görə Bakı şəhəri təsərrüfatı, infrastrukturu ilə məşğul olan 14-ə yaxın mərkəzi hökumət dövlət orqanlarına göstəriş verə bilərmi? Və 5-ci məsələ, yaxşı Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri məhduddursa, şəhər təsərrüfatı bir mərkəzdən idarə olunmursa, Eldar Əzizov nəyə əsasən 2 ilə problemi həll edəcəyinə söz verir və problemin həll ediləcəyini söyləyir. Onlarla dəfə bu haqda demişik, bir də təkrar edirik. Bakı şəhəri vahid, seçilmiş mərkəzdən idarə olunmalı, səlahiyyət və məsuliyyət bir mərkəzdən toplanmalıdır. Bunun üçün Böyük Şəhər Bələdiyyəsi və mer vəzifəsi təsis, seçki yolu ilə şəhərin başçısı və hökuməti müəyyən edilməlidir deyə Modernazdan Rəşid Qarayev qeyd edib bunları. Bəli, o bəzən deyirlər,
Bakının özü boyda dərdi var. Bəli, Bakıya nə qış ayı, nə də ki, belə bir aramsız leysan yağışları. Düzdür, biz bilirik ki, bəzi yerlər var. Yəni, deyə bilmərik ki, göydən su yerə enməmiş, damla düşməmiş. Bunu dərhal ya torpaq özünə çəksin, ya da ki, kanalizasiya sistemi özünə çəksin. Bunu da demirik, çünki bu yanaşmanın özü belə gülməli yanaşma olar. Aramsız leysan yağışları varsa, haradasa su basmaları olmalıdır. Bu normal bir şeydir. Biz indi də demirik ki, niyə sel gəldi? Məsələn, Xızıda kiminsə evini apardı, tutaq ki. Və yaxud da ki, Qubada kiminsə təsərrüfatına ziyan vurdu. O toyuqları bütün palçığın altından çıxaran, bilmirəm, orada verilməmiş konkret hansı bölgə idi. Yəni, insanların təsərrüfatına küllü miqdarda ziyan dəyib, evlərinə ziyan dəyib, palçığın içərisində videoları atıb bizə sosial şəbəkə üzərindən izləyicilərimiz, yəni dəhşətlidir. Niyə işıqlandırmırıq? Çünki əksər insanın evi budur. Onu niyə işıqlandıraq ki? Bu bir təbii fəlakətdir bölgələrdə, bunu anlamaq çox normaldır. Amma paytaxtda Bakıda bu baş verirsə, artıq yəni bunu anlamırıq və həqiqətən də anlamırıq. Çünki paytaxt bu vəziyyətdə olmalı deyil. Amma inşallah ki, yəqin ki, cibə girən əllər cibdən çıxacaq və aidiyyatı üzrə işlərə başlanılacaq.